olması üçün bir daha salavat zikr edin. Bismillahirrahmanirrahim. Euzu billahi mineşşeytanirracim. فقل تعالوا ندعو أبناءنا وأبناءكم ونساءنا ونساءكم وأنفسنا وأنفسكم ثم نبتهل فنجعل لعنة الله على الكاذبين. صدق الله العلي العظيم. Əhl-i Beyti tanıtmaq mövzusu çox önemli mövzulardan biridir. Peyğəmbər və Əhl-i Beytinə salavat zikr edək. Əhl-i Beyti tanıtmaq və tanımaq çox önemli mövzulardan biridir. Ola bilsin, bəzi insanlar Əhl-i Beyt ünvanına ötəri, sadə gözlə baxsın. Amma Əhl-i Beytdən umumən tarixi mənbələrdə və hədis mənbələrində bizə yetişən etibarlı kəlamlara söykənəndə görürük ki, Əhl-i Beyt mövzusu çox önəmli mövzulardan biridir. Yəni, belə deyək də, Peyğəmbər Əhl-i Beyt mövzusunu onların xatirlərini qırmamaq üçün, onlara ürək-dirək vermək üçün, təskinlik vermək üçün deməyib. Məsələn, bir Vəhabi alimi var, Səudiyyədə oturur, Abu Sara bu cürlə məşhurdur. O deyir ki, bütün Həzrət Əlinin haqqında gələn fəzilətlər hamısı xətrin qırılması ünvanı içindir. Gözü yaşlı qalmasın, xətri qırılmasın, psixoloji özün pis hiss eləməsin deyə Peyğəmbər bu sözləri deyib. Kullu, nə qədər Həzrət Əlinin fəziləti varsa, hamısı belə də layiq deyir. Belə də sən də yaxşı adamsan. Xala xətrin qalmasın, kobud. Yəni, Peyğəmbər bu sözləri xala xətrin qalmasın ünvanı ilə deyib. Görün, diqqət edin, Həzrət Əlidən fəziləti uzaqlaşdırmaq istəyir, Peyğəmbəri güdaza verir. İndi Peyğəmbər araşdırırıq bu mövzuda. Peyğəmbər bu sözləri yalan deyib ya düz deyib? Sualdır. Peyğəmbər bu sözləri yalan deyib ya düz deyib? İki yoldur da. Məsələn, Peyğəmbər buyurur ki, sabah bu bayrağı, Peyğəmbərin bayrağı olub. Bu İslam bayrağını, Peyğəmbərin əli ilə bağlanmış bu bayrağı bir kişiyə verəcəm ki, Allah onu sevir, o da Allahı sevir. Heç vaxt fərarili yetməz, qeyr-fərrar. Döyüş meydanında bir düşmənin qabağından qaçmaz. Peyğəmbər bu məqamları indi Həzrət Əliyə, o Vəhabi aliminin fikrinə əsasən xətrin qırılmasın da, xala xətrin qalmadı, bu ünvanla deyir. İndi soruşuruq həmin adamlardan, belə adamlar Bakıda çoxdur ki, Həzrət Əlinin fəziləti, yəni fəziləti yoxdur ki, bu neyniyib ki, uşaq olub, bir müddət cavan olub, sonra da ki, belə də ancaq müsəlmanlarla vuruşub, ölkə fəth eləməyib, onu eləməyib, bu cürünə baxılır. Prosta sadəcə olaraq hələli ehtiyat edirlər bunlar deməyə. İndi bir müddət sonra bunlar da deyiləcək. İndi Peyğəmbər düz deyib bu sözləri ya həva-i nəfsindən elə belə xala xətrin qalması nə deməkdir? Yəni yalan danışıram. Həqiqəti təmsil eləmirəm. Xətrin qırılmasın deyə bu sözü deyirəm. Amma sən ona layiq deyirsən. Məsələn, iki evladım var, biri yaxşı oxuyur, biri pis oxuyur. İndi mən yaxşı oxuyana nə alıb gətirirəm? Hədiyyə alıb gətirirəm ki, biraz da həvəslənsin. İndi mən ona aldım, o birisinə almadım. Aldığım sevinəcək, almadığım nə olacaq?
pərt olacaq, pərişan olacaq, narahat olacaq. Amma oxumur axı. O layiq deyil bu hədiyyə. Məsələn, belə deyək də, mən bunun üçün bahalı bir kompüter alıram ki, daha da elmin inkişaf elətdirsin, sumkasına 20 dənə kitab yığmasın da, kitablar olsun kompüterdə, kompüterdən getsin məşğələsinə, ora, bura, hazırlığına. Bu kitab üzü açmır axı. Onun üçün kompüter almaq israfdır. O kompüterdə nə ilə məşğul olacaq? Oyun oynayacaq. İndi xala xətrin qalmasın, uşaq narahat olmasın, psixoloji gərginti yaşamasın, onun üçün də bir dənə kompüter alıram. Yəni o layiqdir ya yox? Layiq deyil. Ona bu sözü demək düzdür ya səhvdir? Çünki mən daha da azdırıram axı onu. Məsələn, onun kompüteri olmasaydı, vaxtın oynamaqla keçirməyəcəkdi. Məsələn, başqa bir məşğuliyyət ki, onun xeyrinə olacaq. Amma mən kompüteri aldım, gecə-gündüz yatacaq o kompüterdə, göz, baş çıxacaq, beyin quruyacaq, bərbad idi, biraz da nə olacaq? Deməli, mən belə deyək də, qəlbin qırılmasın dediyi, layiq olmaya, attığım addımlar şəxsin neynədir? Ziyanınadır, zərərinədir. Çünki o özün hesab eləyəcək ki, hə, mən də bu şeyə layiqəm. Hesab eləyəcək belə, amma meydana çıxanda o məğlub olacaq. Elə bir məsələn, Fəxrəddin müəllimin 2 şagirdi var, ikisini də hazırlaşdırır, biri layiqdir, döyüşür, vuruşur və Fəxrəddin müəllim onun üçün əlcək alır, bahalı əlcək. O birisi şagirdi qəlbi qırılmasın deyə ona da bir dənə bahalı əlcək, eynisindən alır. Bu da elə bilir ki, bu əlcəkləri əlinə giyinəndə, hələ ringə daxil olanda, hələ qabağına kim keçəcək bir zərbə ilə onu 2 yerə bölüb yıxacaq yerə. Elə biləcək ki, güc hardadır? Bu əlcəklərdədir. Amma başa düşmür ki, o əlcəyin için doldurmaq lazımdır. Birinci şagird doldurub, ikinci nədir? Doldurmayıb. İndi Fəxrəddin müəllimin ona əlcək alıb verməsi düzdür ya yox? Onun meydanda məhv olmasına səbəb olacaq. O güvənəcək əlcəyə, amma əlcəyə istifadə eləyə bilmir axı bu adam. Başa da düşmür ki, məsələn, Mike Tyson'ın imzası ilə olan bu əlcək insanı xilas eləmir. O bir xatirədir, filandır, zaddır, belə deyək də bir rəmzi bir şeydir. O heç başa düşməyəcək ki, bu nədir? Elə biləcək ki, bu buna hələ qoruyacaq, rəhmətliyin əli dəyib bura. Aydın. İndi məsələ də bu qəbildəndir ki, Həzrəti Əli əleyhissalamı o qədər sevmirlər. Yalandan dillərində deyirlər, yalandan. Oğlumun adını qoymuşam Əli, qızımın adını qoymuşam Fatimə, nəvəmin adını qoymuşam Zeynəb. Bunlar hamısı yalandır, siyasətdir. Amma reallıqda, yəni kütləni alim idarə eləyir də, cahil özün idarə eləyə bilmir. Alim kütləsin mövqeyi budur. Həzrət Əlinin İslama heç bir xeyri olmayıb, zərərindən başqa. Mövqeyləri bu cür nədir? Hər halda Allah özü qiyamət günü Həzrət Əlinə onları üz-üzə qoyacaq. Deməli, Əhl-i Beyt mövzusu çox önəmli mövzulardan biridir. Yəni, necə kəlmə-i şəhadət gətirirsən, necə Peyğəmbərin Peyğəmbərliyinə şəhadət verirsən, necə cənnət, cəhənnəm, axirətə iman gətirirsən, Əhl-i Beyt də bu qəbildən olan mövzulardan biridir. Bax, diqqət edin, yenə deyəcəklər ki, alimlərə qarşı nəsə dedi. Bunu deyirəm yenə. Bax, alimlər bölüb dini 2 yerə. Üsul-i-din və fürud-din. Hamı belə bilir də, düzdür? Dinin üsulu və dinin furu'u. Yəni ki, kök və budaq. Qurana qalanda və hədislərə qalanda nə üsul-i-din var, nə fürud-din var. Din var. Məsələn, imam buyurur ki, Buniyəl-İslamu ələ xəmsətin, səhih hədisdə. İslam 5 şeyin üzərində qurulub. Və yaxud İslamın 5 dirəyi var. Tövhidi deyir orada, biz tövhidi hardan bilirik?
Üsul-i-din. Üsul-i-dinlə yanaşı orucluğu da deyir. Som Ramazan. Ramazan ayının orucu üsul-i-dindir. Biz elə bilmirik axı. Bizə belə təlim olub ki, bu furu-i-dindəndir. Üsuldür, əqidə qismində deyil bu. Bu furu-i-din qismindədir. Amma Əhl-i Beytin hədislərinə baxanda orada nə üsul-i-din bölgüsü var, nə də furu-i-din bölgüsü var. Din var, din, vəssalam.